Bir imam cemaat var idi, peş namaz idi. Akşamlar məsciddə, Tehranın məscidində namaz qılırdı. Bir nəfər deyir, mən namazdan bir 10 dəqiqə qabaq gəlmişdim, keçdim dəstəmazxanaya, orada ayaq yoluna, bir də gördüm peş namaz ayaq yolundan çıxdı. Çünki gəlirlər cəmaat, keçirlər ayaq yoluna, oradan çıxırlar, dəstəmaz alırlar, oradan gəlirlər məscidin içinə. Deyir, heç kim yox idi. Mən elə gəldim, keçəndə gördüm, qapı açıldı, ayaq yolundan peş namaz çıxdı. Dəstəmaz almadı, getdi məscidə. Dayandı, mehrabda, oturdu orada, azan deyildi, gördüm, başladı namaz qılmağa. Mən özüm gördüm, axı bu tualetdən çıxdı. Mən özüm gördüm, bu ayaq yolundaydı. Deyir, mən dəstəmazı aldım, gəldim, oturdum, məscidin müdürü var idi, deyir, ona yavaşca danışdım. Dedim, mən özüm gördüm oradan, çıxdı, dəstəmaz almadı, gəldi içəri. Müdür də deyir, təəccüb elədi. O birisi dedi, nə olub? Dedi, belə olub. Bu dedi, nə olub? Yavaş, 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 yavaş. Cəmaat bir həftənin içində yavaş-yavaş hamı eşitdilər ki, məsələ belə olur. Ona da iqtida eləmədilər. Biri getdi o yanda qaldı, biri getdi bir yanda qaldı, kişi qaldı tək. Yavaş-yavaş ailəsi bildi, məhəllə bildi, gördü yoxdur, bunun abrı getdi. Çıxdı, getdi. Bu çıxıb gedəndən sonra bir müddət keçdi. Bunun bir dənə də dostu var idi, Əbdüləzimdə. Onunla gedib danışardı. Bu adam da bilirdi ki, Əbdüləzimdə bunun bir dostu var. Üstündən bu axır peşnamaz çıxdı, getdi. O məhəllədən satdı, soğudu da qala bilmədi, çıxdı, getdi. Getdi Əbdüləzimdəki dostunun yanına, dedi, mənim abrımı apardılar, mənim başıma belə hadisə gəldi, mən çıxıram, gedirəm. Oradan da çıxdı, getdi Nəcəfə. Day qala bilmədi. Bu olmuş bir hadisədir. Bu adam ki görmüşdü, deyir, bir ildən sonra mən getmişdim Məkkəyə. Məkkədə mən xəstələndim. Dəstəmaz aldım, getdim, hərəmə gedirdim, apardılar məni, dedilər, bir iynə vıraq. Döndük, bir iynə vırdıq orada, iynəni vurandan sonra gəldik Məscidül-Həramın yanında, ayaq yolu var. Deyir, dedim, birdən qan gələr mənim iynənin yerindən. Keçin, baxım, görüm, qan gəlib, gəlməyim. Əgər qan gəlsə, yox. Deyir, keçdim içəri, baxdım, gördüm, yox, qan gəlməyim. Oradan çıxdım, gəldim Məscidül-Hərama, namaz qılanda yadıma. Dedim, mən ayaq yolundan çıxdım, gəldim Məscidül-Hərama. Mən iynənin yerinə baxmağa getmişdim ora. Bəlkə o da belə olmuşdu. Bəlkə o da iynə vırdırmışdı. Deyir, narahat oldum. Həc qutardı, qayıtdım, gəldim. Getdim Əbdüləzimdə onun dostunun yanına. Dedim, o alim hani? Dedi, o alim bərbad oldu. Alim bədbəxt oldu. Necə oldu, dedi, satdı, soğudu, evin zadan çıxdı, getdi Nəcəfə. Day mənim yanıma da gəlmir, day mənim əlaqəm kəsilir. Bir ildən sonra sən başa düşəcəydin ki, o iynə vırdırıb dəstəmaz almadı. Sənə vacib idi danışasan. Bir ailəni, bir alimin 70 illik abrın sən bir kəlmə ilə apardın. Ona görə də deyir, əvvəl fikirləş, ondan sonra danış. Əgər bilsə ki, insan onun söhbətlərin yazırlar, necə özün hazırlayar? Ma yəlfizu min qavlin illa lədəyhi rəqibun ətid.
sağda solda oturublar yazırlar. Və innə aleykum ləhafizin, hifazət elirlər, yazırlar kiramən katibin. Pərverdigar aləm hamının başının üstündə görür bunları. Muaz ibn Cəbəl deyir, Peyğəmbərlə səfərdəydim, Peyğəmbərlə bir yerdəydim. Dedim, ya Rəsuləllah, mənə öyrət bir əməl ki, məni otdan qutarsın qiyamətdən, cənnətə aparsın. Həzrət dedi, gəldi çatdı bura. Dedi, mən bir şey öyrədim ki, onu meyar qərar